Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika DİM 2025-ci ilin test toplusundan çevrə üzrə bərabər sürətli hərəkət mövzusunun qayışlı ötürmə, mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkəti haqqında olan test izahlarına baxacağıq. Gəlin indi isə vaxt keçirmədən testlərimizə baxaq. Əgər siz də bizim onlayn şəkildə, həmçinin də əyani şəkildə keçirilən dərslərimizə qoşulmaq istəyirsinizsə, yuxarıda qeyd olunan nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. İndi isə başlayaq testlərimizə. 1. Şəkildə O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin bucaq sürətləri arasında hansı münasibət doğrudur? Deməli, biz bilməliyik ki, əgər söhbət diskdən gedirsə, yəni yumru, onun içərisində bir növ yumru düşünək. Bu zaman bizdə 3 dənə kəmiyyət sabit qalacaq. Hətta 4 dənə kəmiyyət. Onu burada verməyib, mən yazıram. T, N, omega, böyük N. Gəlin indi bunların izahına baxaq. T, periyod, tezlik, bucaq sürəti, dövrlərin sayı. Periyod odur ki, baxın, əgər burada A nöqtəsi qoyuram, əgər A nöqtəsi sağa doğru hərəkət eləyib, gəlib yenidən A'ya çatsaq, təbii ki, burada B nöqtəsində də həmçinin periyodumuz eyni olacaq. Yəni, eyni zaman müddətində neçə dövr edirsək ki, dövrlərin sayı da eyni olacaq. İçəridəki, kənardakı disk, yəni kənar xətt necə hərəkət edirsə, içəridə də həmçinin eyni olacaq. Həmçinin də omeqanın. Omeqanın düsturu nəyə bərabərdir? Omega bərabərdir 2pi n və yaxud da 2pi bölünsün t. Baxırsınız ki, əgər bir düsturda pi və n sabitdirsə, həmçinin onda omega da sabit olacaq və yaxud da 2pi n bölünsün t yaza bilərik. Biz də buradan aydındır ki, əgər zamanımız sabitdirsə, dövrlərin sayı sabitdirsə, buradan aydın olur ki, bucaq sürəti də eyni olacaq, yəni bərabər olacaq. Baxırıq indi bir də 1, 2, 3 nöqtələri dediyimizə görə sabit olacaq. Yenə də yazırıq T, N, böyük N və omega konstantdır. Keçdik 2-yə. 2-də də həmçinin. Deyir ki, 1, 2, 3 nöqtələrində dövr etmə periyodları hansı münasibətdən hansı doğrudur? Biz dedik periyod, tezlik, dövrlərin sayı və omega konstantdır. Ona görə dövrlərin sayı da bərabər olacaq. 3. Periyodları soruşur həmçinin. Periyodlar üçün biz nə dedik? T, N, böyük N, omega bərabərdir, konstant. Ona görə cavab olacaq yenə D variantı. 4. O mərkəzindən keçən 3 nöqtə verilib və deyilir ki, bu nöqtələrdə mərkəzə qaçma arasında münasibəti təyin eləyin. Biz bu nöqtələr üçün, bura 2-dir, bu nöqtələr üçün biz nəyi sabit götürmüşdük? T, N, omega, böyük N, düzdür? Bunlar sabit idi. Bunlar sabitdirsə, biz omeganın düsturundan istifadə etməliyik. Baxın, bizdən təcili soruşursa, təcili nə bərabərdir? Omega kvadratı R düsturundan istifadə edəcəm. Niyə bu düsturu xatırladım? Çünki omegamız sabitdir. A-nı tapmalıyam. R isə baxıram ki, onlar arasında radius fərqi var. Fikir versəniz, 1 və 2, 3 nöqtələri arasında radius fərqi var. Demək, mən sabit kəmiyyəti düşünərəkdən elə bir düsturu xatırlamalıyam ki, A və R arasında münasibət qura bilim. Onda buradan aydın olur ki, A və R arasında münasibətə görə onlar düz mütənasib asılıdır. Onda radiusuna görə 2 ilə 3-ün radiusu bir-birinə bərabərdir deyə yazacağım. A2 bərabərdir A3-ə. Bəs hansının radiusu kiçikdirsə, onun A-sı, yəni təcildə kiçik olacaq. Baxıram ki, 1-in kiçikdir. Ona görə A1 kiçikdir. A2 bərabərdir A3-ə. Cavab olur B variantı. 5. Eyni şəkildə təcili bizdən soruşur. Mərkəzə qaçma təcilini baxıram ki, radiusları bir-birinə bərabərdir. Ona görə də A2 bərabərdir A3-ə götürəcəm. Yox. A1-dir. A1 bərabərdir A3-ə götürəcəm.
Aha. İndi baxıram 3 ilə arasında necə olacaq? 3 ilə arasında radius fərqi var. Təbii ki, 1 ilə 2-nin radiusu bir-birinə bərabər olduğuna görə mən onların təcilini bərabər götürdüm. Hansı düsturdan istifadə elədim? A bərabərdir omega kvadratı R düsturundan istifadə elədim. Gətirib indi baxıram ki, R-ə görə nəyi təyin eləyə biləcəm? R-ə görə 3-ün radiusu böyükdürsə, düz mütənasib asıllığını nəzərə alaraq hansının radiusu böyükdürsə, onun təcili də böyük olacaq. Ona görə də olur B variantı. 6. Disk mərkəzindən keçən ox ətrafında bərabər sürətlə fırlanır. OA-nın OB-yə olan nisbəti 2-yə bərabərdir. Xətti sürətlərin nisbətini təyin edin. Xətti sürətin düsturunu xatırlayacağıq. Hansı hal üçün düsturunu xatırlayacağıq? Biz demişdik ki, diskdə nələr sabit idi? T, N, dövrlərin sayı və omega sabit idi. Omega sabit idisə, onda sürətin omega vurulsun R düsturunu xatırlamalıyıq. Aydındır? Çünki omegamız burada sabitdir. Ona görə bu düsturdan istifadə. Onda V ilə də R bir-biri ilə necə mütənasibdir? Düz mütənasib aslıdır. Niyə görə bunu deyirəm? Siz deyə bilərsiniz ki, axı, məsəl üçün, biz bayaqlara A-nın bu düsturundan istifadə elədik. Omega kvadratı R. Niyə bəs A-nın V kvadratı bölünsün R-indən istifadə eləmədik, düz mütənasibdən asılı. Amma burada isə tərs mütənasib asılıdır. Niyə bundan istifadə etmədik? Bu ona görə ki, biz sabit kəmiyyəti təyin etməliyik ki, birinci, o sabit kəmiyyətə əsasən hansı düsturdan istifadə etməli olduğumuzu tapa bilək. Yəni, düstura ona əsasən təyin edirik. Baxırıq indi. V-A-nın V, B-yə olan nisbətini bizdən soruşur. Düz mütənasibliyə görə, əgər O-dan B-yə qədər R-dirsə, B-dən A-ya qədər R-dirsə, O-dan A-ya qədər də 2R olacaq. Gətirib indi yazıram. Düz mütənasibliyə görə V A-ya onda 2R yazıram. V B-yə isə R yazıram. R-lər ixtisara gedəndə cavab qalacaq 2. Yəni A variantı. 7. Burada isə təcili deyir. Təcili niyə mən A bərabərdir omega kvadratı R düsturundan istifadə edirəm? Niyə? Çünki diskdə konstantdır omegamız. Aydındır? Gətirib bu düsturdan istifadə edirəm. Onda A-la da R necə mütənasibdir? Düz mütənasibdir. A-nın AB-yə nisbətini tapacağım. Düz mütənasibliyə görə deməli bura R-dir, bura R-dir. O-dan A-ya qədər isə 2R olacaq. Gətirib yazıram yerində. Burada OA-nın OB-yə də nisbətini elə qeyd edeyim ki, niyə görə tapdıq? Baxın, 2R-i R-ə böləndə 2 tapdıq. Eyni şəkildə yuxarıda da həmçinin 2-ni biz oradan tapdıq. Hərəsinə R verdim ki, daha rahat tapa bilək. 4R və yaxud da 2R, 2R də verə bilərsiniz, amma ən rahatı bu şəkildədir. Aha, gətirib indi yerində yazacağım. OA-nın OB-yə R-lə düz mütənasibdir. Ona görə verdiyim ifadəyə görə də 2R bölünsün. R yazacağım. İxtisara da gedəndə qalacaq 2. Yəni C variantı. 8. Yenə eyni şəkildə OA-nın OB-yə nisbətini. Ona görə biz bura R, bura R, burada 2R yazırıq ki, daha rahat hesablaya bilək. Bu dəfə isə periyodun periyoda olan nisbətidir. Aha, indi bu daha asan olacaq. Biz nə demişdik? Diskdə T, N, dövrlərin sayı və omega konstantdır. Bu o deməkdir ki, TA bərabərdir TB-yə. Çünki periyodları eynidir. Düzdür? Əgər periyodları eynidirsə, bu o deməkdir ki, nisbətini yazsam, TA-nın TB-yə bir-birinə bərabərdir deyə, nisbəti də 1-ə bərabər olacaq. Eyni şəkildə 9-da da tezlikləri NA bərabərdir NB-yə. Nisbətini yazsam, alacaq 1. 10. Onda deyilir ki, qayışlı ötürmə var burada. Qayışlı ötürmədə nələr sabitdir? Gəlin onu təyin edirik. Birinci yol, ikinci sürət sabitdir. Yaxşı, əgər onlar sabitdirsə, onda tezliyə görə təyin eləyə bilirik. VA bərabərdirsə VB-yə, onda təyin edirik ki, düsturumuz nəyə bərabərdir V üçün? 2πrn. Niyə bu düsturdan istifadə elədim? 1. Tezlik verilib. Tezlik var. 2. V
sabitdir. Ona görə də mən bu düsturdan istifadə elədim. Aydın oldu? 1. Tezlik var. 2. V konstantdır. Ona görə bu düsturdan istifadə elədim. Onda burada baxıram ki, R ilə tezlik, yəni radiusla tezlik bir-birindən necə mütənasibdir? Radiusla tezlik bir-biri ilə tərs mütənasib asılıdır. Yaxşı. Onda burada əgər A nöqtəsində 4 saniyə üstü -1-dirsə, burada da radiusu 2R'dir. Gətirib yazıram. N A-nın N B-yə olan nisbəti R B-nin R A-ya olan nisbətinə bərabərdir. Bizdən isə soruşur N B-ni. N A-mız neçədir? 4 bölünsün N B bərabərdir. R B-miz 2R bölünsün R. R'lər ixtisara gedir, qalır 2. N B də bərabərdir 2 saniyə üstü -1-ə. Yəni A variantı. Sonra keçdik 11-ə. B nöqtəsinin fırlanma tezliyi verilib bu dəfə. A nöqtəsinin fırlanma tezliyini bizdən soruşursa, yenə də düşünürük. Burada bizim hansı kəmiyyətimiz sabitdir? V bərabər idi, konstant. Onda V-nin düsturunu fikirləşməliyik. V də bərabərdir 2 pi R N. Düzdür, tezliklə əlaqəlidirsə. Onda R ilə N yenə necə asıdır? Tərs mütənasib asılıdır. Onda N A-nın N B-yə olan nisbəti R B-nin R A-ya olan nisbətinə bərabərdir. Bizdən də A-nı soruşursa, bizim üçün nəyi verib? B üçün verib. Onda yazıram N A bölünsün. B-miz neçədir? 4 bərabərdir. R B-miz 2R. R A-mız R. R-lər ixtisara gedəndə N A bərabər olur 8-ə, yəni B variantı. 12. İndi isə verilib O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələrinə aid fiziki kəmiyyətlər üçün hansı münasibət doğrudur? Biz dedik ki, diskdə nələr sabit idi? T, N, dövrlərin sayı və omega sabitdir. Bu o deməkdir ki, onda 2 düzdür. V sabit deyil. 1-ə baxırıq. Biz də demişdik ki, A nəyə bərabərdir? Omega kvadratı R. A ilə R necə idi? Düz mütənasib idi. Demək ki, hansının radiusu böyükdürsə, təbii ki, A-nın radiusu böyükdür. Onun təcili böyük olur. Yəni 1 doğrudur. Ona görə cavab olur 1, 2. 13. 1, 2, 3 nöqtələrində eyni zaman müddətindəki dövrlərin sayı arasındakı hansı münasibət doğrudur? Sağ tərəfdə 1 və 2 nöqtələrində tezliklər bir-birinə bərabərdir. N1 bərabərdir N2-yə. Amma sol tərəfdə isə biz dedik ki, N ilə radius tərs mütənasib asılıdır. Tərs mütənasib asılıdırsa, hansının radiusu böyükdürsə, onun N-i daha da kiçik olacaq. Ona görə də belə yazacağıq ki, deməli, radiusu böyük olanlar sağ tərəfdəki, yəni baxın bu 2. Axı N1 ilə N2 bərabərdir. Bunda isə R. Düşünün, bu R'dir. Bir növ, bu da 2R'dir. Hansının radiusu kiçikdirsə ki, sol tərəfdəki kiçikdir, onun N-i böyük olacaq. Bizim də düsturumuz var ki, N bərabərdir, N bölünsün T. N dövrlərin sayılı necə asıdır? Düz mütənasib asıdır. Onda N1 bərabərdir N2-yə, o da kiçikdir, N3 götürə bilərik. Yəni B variantı. 14. 2 disk verilib, yenə də qayışlı ötürmə verilib və deyir ki, bir nöqtəsinin dövrətmə tezliyi N olarsa, 3 nöqtəsinin dövrətmə tezliyi nəyə bərabərdir? Baxırıq. 1 və 2 nöqtələrində N1 bərabərdir N2-yə. Düzdür? Yəni, burayla münasibətinə baxacaq. Bir nöqtəsinin dövrətmə tezliyi N-dir. Əgər buranınki N-dirsə, demək 2-ninki də həmçinin N olacaq. Çünki onlar bir-birinə bərabərdir. 1 bərabərdir 2-yə, o da bərabərdir N-in öz qiymətinə. 3 nöqtəsinin dövrətmə tezliyini təyin eləməliyik. N ilə R necə asılı idi? Tərs mütənasib asılı idi. Əgər burada baxırıq, R2-miz neçədir? Bura 2R'dir. R1-imiz isə R-dir. Nisbətini yazıram. R bölünsün 2R bərabərdir. Tərs mütənasiblikdən asılı olaraq yazıram N. Deməli, birinci sol tərəfi buranı 1 yazıram, buranı da 2 yazıram. R1-in R2-yə olan nisbəti N2-nin
N1 olan nisbəti yazdım. Baxıram, erlərimiz ixtisara gedəcək. Çünki onsuz da eynidir. 2 er 1 idi. 1 isə erdir. Nisbəti gedəcək. 1 bölünsün 2 bərabərdir. N2-mizin yerinə yazmışdıq. N'dir. N1-imizi, yəni sol tərəfi tapırıq. Onda N də bərabər olacaq 2 N-ə. Yəni 1 üçün. Cavab olur A variantı. Gəlin indi bunu artıq izahla yox. Biz çoxlu testlər yazdıq. Yuxarıda bütün qeydləri apardıq. İndi isə şifahi olaraq qeyd eləməyə tapaq. Görək necə asılı olacaq. İndi isə baxırıq. R2-mizin radiusu nədir? 2 erdir. R3-ümüzdə nədir? Erdir. İndi mənə deyir ki, periodla asıllığını verib. Biz dedik ki, tezliklə asıllığı tərs mütənasibdir. Niyə? Düsturumuz 2 pi r n-dir. Digər düsturumuz isə periodla asılı olan 2 pi r bölünsün t-dir. Onda r t ilə necə asılıdır? Düz mütənasib asılıdır. Düz mütənasib asıllığını nəzərə alaraq, əgər 2 r-də bizə nədir? 2 r-də periodu t-dirsə, bölünsün 2-də, yəni r-də olacaq t bölünsün 2. Aydın oldu? Düz mütənasiblikdən irəli gələrək düsturumuzun asıllığını qeyd elədik. 16. Disklər mərkəzindən keçən ox ətrafında fırlanır. 1, 2, 3 nöqtələrin xətti sürətlər arasında hansı münasibət doğrudur? Gəlin baxaq. Deməli, biz bilirik ki, əgər xətti sürətləri soruşursa, mütləq şəkildə 2 və 3 bir-birinə bərabərdir. Yazıram. V2 bərabərdir V3-ə. Yəni, onlar bir-birinə bərabərdir, sabitdir. V-nin düsturu var. Sol tərəf üçün hansıdır? Omeqanın sabit olduğu qiymətdə. Bir var 1 nöqtəsi, bir də var 2 nöqtəsi. Təbii ki, ona görə mən radiuslarından istifadə edəcəm. Radiuslardan da hansının radiusu böyükdürsə, onun sürəti böyük olacaq. Mən də baxıram ki, hansının radiusu böyükdür? Təbii ki, 2 3-ə bərabərdirsə, bir də, baxın, bunun radiusu daha böyük olacaq. Aydın oldu? Ona görə də olur V2 bərabərdir V3-ə və 2 ilə də 3 eyni olmağına baxmayaraq 2-nin radiusu böyük olduğuna görə onda böyük olacaq V1-dən. Cavab olur S variantı. 17. Sürüşmədən deyirlənən diskin mərkəzinin O, yəni mərkəzi hissəsi O'dur. Yerə nəzərən sürəti V-yə bərabərdir. A və B nöqtələrinin yerə nəzərən sürətləri nəyə bərabər olacaq? Təbii ki, A nöqtəsində yerdən olduğuna görə onun sürəti 0-a bərabər olacaq. V-A-sı 0-a bərabər olacaq. O nöqtəsində sürəti V-yə bərabərdir. B nöqtəsində də radiusla əlaqəli. Bizim düsturumuz nə idi? V bərabər idi 2 pi r n və yaxud da ki, pi r bölünsün t. Radiusla necə asılıdır? Düz mütənasib asılıdır. Buradan bura radiusu r-dir. Əgər r radiusda sürəti v-dirsə, buradan da bura radiusu 2r-dir. 2r-də də radiusu, əgər radiusu 2r-dirsə, sürəti 2v olacaq. Onda buradan belə çıxır ki, v-a-sı 0-dır, v-b-si 2v-yə bərabərdir. O da bizdə olur S variantı. Sonra 18. 18-də də həmçinin bizə deyir ki, B nöqtəsində verib ki, V-yə bərabərdir. Onda A nöqtəsində və O nöqtəsində V A nöqtəsində 0-a bərabərdir. Çünki yerdədir. Düzdür? Orta nöqtəsində, yəni O-da buradan 2R radiusda, bura R-dir, burada R-dir. 2R radiusunda V-dirsə, bir radiusda nə olacaq? V bölünsün 2 olacaq. Onda buradan da belə çıxır ki, V O nöqtəsində V bölünsün 2-dir. V A nöqtəsində isə 0-a bərabərdir. O da bizdə olur Y variantı. 19. Qayışlı ötürmədə deyir ki, diskdə verilib və diskin üzərində 1, 2, 3 nöqtələri verib dövr etmə tezliklərinin münasibətini tapın. Biz də bilirik ki, burada mütləq şəkildə N1 bərabərdir N2-yə.
n1 bərabərdir n2-yə. İndi radiusa əsasən biz təyin eləyəcəyik ki, 2 pi r n. İndi bunu şifahi eləyəcəyik. Artıq düsturla yox. N r ilə necə asıdır? Tərs mütənasib asıdır. Düzdür? Mən buranı silirəm. Tərs mütənasib asıdır. Buranın radiusu, bir də buranın radiusu var. Düzdür? Belə düşünək ki, bura r-dir, bir növ, bura isə 2r-dir. Misal üçün özümüzdən verdik. Onda əgər n1 n2-yə bərabərdirsə, 2r radiusunda tezlik necə olacaq? R radiusunda tezlik necə olacaq? Əgər tərs mütənasibdirsə, hansının radiusu kiçikdirsə, onun tezliyi böyük olacaq. Bu o deməkdir ki, 3-ün radiusu kiçikdir, ona görə onun tezliyi böyük olacaq. Ona görə də cavab olur C variantı. Soram 20. 20-də də həmçinin period verir bizdə. Periyodun isə düsturu nəyə bərabər idi? 2 pi r bölünsün t. R ilə t düz mütənasib asıdır. Onda 1 2-yə bərabərdir. Burası dəqiqdir. Bunu yazdıq. 1 2-yə mütləq bərabərdir. Radiuslarına baxsaq, burası 2r olsa, burası da r versək. Təxmini. Onda buradan aydın olur ki, hansının radiusu kiçikdirsə, onun tezliyi, daha doğrusu onun periodu da kiçik olacaq. Düzdür? Onda 3-ün radiusu 2r-dən kiçikdir deyə buraya yazacağım T3. Bu da olur bizdə B variantı. 21. Burada isə omeqaların münasibəti. Omeqanın münasibətinə görə mütləq şəkildə omega 1 bərabərdir omega 2-yə. Bunu təyin elədim. Bəs düsturu necə təyin edəcəm? Omega bərabərdir 2 pi n. Yəni, burada təyin elədim ki, artıq bunun həmçinin n-i sabitdir deyə, belə yazım, sabitdir deyə, omegası da sabitdir, düzdür? Yəni, artıb azalmır, sadəcə sabitdir, bir-birinə bərabərdir. Onda ikinci düstur olaraq tapmaq istəyirəmsə omeganın r-lə asılılığını, onda hansı düsturdan istifadə edəcəm? V bərabərdir omega r. Niyə bu düsturdan istifadə elədim? Çünki V-si sabitdir. Qayışlı ötürmədə V sabit olur. Omega ilə də R bir-birinə necə asılıdır? Tərs mütənasib asılıdır. Onda tərs mütənasibliyin asılılığına görə buranı 2R götürsəm, bura R olacaq. Onda hansının radiusu kiçikdirsə, onun omegası böyük olacaq. Bu da eləyəcək bizdə C variantı. Çünki tərs mütənasibdir. 22. Sürüşmədən dirilənən R radiuslu diskin O mərkəzinin yerə nəzərən sürəti V-dir. Burada sürətimiz V-dir. A nöqtəsinin yerə nəzərən sürətini təyin edin. Məndən buranın sürətini soruşur. Buranın sürətini necə tapacağım? Təbii ki, bu hissəsində 0-dır. Əgər R radiusunda sürəti V-dir. V-miz də nəyə bərabərdir? 2 pi R. Düzdür? 2 pi R n. İndi radiusu R-dir, düzdür? Və mən baxıram ki, A nöqtəsində əgər bir dənə də radius var, çünki diametrdir 2 dənə R, onda eləyəcək bura 2R. 2R-də də radiusu əgər 2R-dirsə, sürəti də 2V olacaq. Olur B variantı. 23. 23-də deyir, qayışlı ötürmə ilə fırladılan disklərin üzərindəki 1, 2, 3 nöqtələrin mərkəzə qaçma təcillərinin modulları arasında hansı münasibət doğrudur? Təbii ki, baxan kimi təyin eləyirik ki, burada nələr bir-birinə bərabərdir? 1 ilə 2-də T, N dövrlərin sayı olan böyük N və omega sabitdir. Əgər omega sabitdirsə, söhbət 1, 2-dən gedir. Omega sabitdirsə, onda mən istifadə eləyəcəyim düstur nəyə bərabərdir? Omega kvadratı R-ə bərabərdir. Düzdür? Yaxşı. Mən təyin edirəm ki, onda omeganın sabit olan qiymətində A ilə R bir-biri ilə necə mütənasibdir? Düz mütənasib asılıdır. Onda hansının radiusu böyükdürsə, bir var buranın radiusu, bir də var buranın radiusu. Hansının radiusu böyükdürsə, onun təcili də böyükdür. Onda A2 böyük oldu. Birinci radiusunu yazım ki, qarışdırmayasınız. Yazım R1 kiçikdir R2-dən. Buradan da aydın olur ki, A1 kiçikdir A2-dən. Bunu təyin elədim. İndi 2 və 3-ü təyin eləməliyəm. İndi də yazıram. 2 ilə 3-də nəyi sabit götürürdük biz? Yazıram 2 ilə 3-də.
2 ilə 3-də də biz v-ni konstant götürürdük, düzdür? Əgər v-miz konstantdırsa, onda bizim düsturumuzu xatırlamalıyıq ki, orada həm v olsun, həm a ilə radius olsun. Onda bizim də düsturumuz belədir. A bərabərdir v-nin kvadratı bölünsün r. Deyəcəksiniz, niyə bu düsturdan indi istifadə edirəm? Çünki mənə lazım olan düstur v-nin sabit olduğu, təcrin isə radiusla əlaqəli olduğu düsturdur. O da bu düsturdur. Burada isə a ilə r bir-biri ilə necə asılıdır? Tərs mütənasib asılıdır. Onda asılılığını yazsam, hansının radiusu kiçikdirsə, onun a'sı böyük olacaq. Baxıram. 3-ə baxıram, bir də 2-yə baxıram. Çünki 1 ilə 2 arasında əlaqəni qurmuşam. 2 ilə 3-də 2-nin radiusu r 2 böyükdür r 3-dən. Buradan da tərs mütənasibliyə görə belə çıxır ki, A3 böyükdür A2-dən. Mən də qurmuşdum ki, A1 böyükdür, A1 kiçikdir A2-dən. Baxıram cavablarda. Belə çıxır ki, A1 kiçikdir A2-dən. A2-dən də böyük A3-dür. O da eləyir. Bizdə elə Y variantı. Baxırıq 24-də. Deyir ki, radiusları R1 2 metr, R2 4 metr olan disklər qayışlı ötürmə ilə birləşdirilərək fırladılır. Birinci diskin üzərindəki A nöqtəsinin müəyyən müddətdə yer dəyişməsinin modulu SA bərabərdir 4 metr olarsa, həmin müddətdə ikinci disk üzərindəki B nöqtəsinin yer dəyişməsinin modulunu hesablayın. Gəlin ayrı-ayrılıqda yazaq. Deməli, buraya yazacağım mən RA-nı nə qədərdir? 2 metrdir. Esası nə qədərdir? 4 metrdir. Burada yazıram RB-si 4 metrdir. İndi məndən SB-sini soruşur. Yaxşı, gəlin fikirləşək görək. Radius və yer dəyişmə mövzusunda biz öyrənəndə radiusla əlaqəli yer dəyişmənin hansı, məsəl üçün biz necə götürmüşdük belə bir çevrədə? Müəyyən bir nöqtəsində 4də 1-ində, 2də 1-ində, 4də 3-ündə periodların ayrı-ayrılıqda yer dəyişmənin qiymətlərini təyin edirdilər. Düzdür? Biz hardan xatırlayırıq? Hansında yer dəyişməyimiz 2 yerə bərabərdir. Niyə? Çünki radiusumuz 2-dir, S-imiz də 4-dür. Biz buradan təyin elədik ki, 2 misli, radiusun 2 mislinə bərabər yer dəyişmənin qiyməti verilibsə, bu o deməkdir ki, bizim yer dəyişməmiz S bərabərdir 2-yerə. Bəs 2-yer hansı hal üçün idi? Periodun yarı qiymətində. Yəni, bu hissədə, bura R idi, burada R idi. Bu hissədə bizim yer dəyişməmiz 2-yerə bərabərdir. Biz bunu periodun T bərabərdir. Balaca T bölünsün N, yəni balaca T bərabərdir T vurulsun N kimi qeyd eləsək. Bizim zamanımız T, baxın bu, rəngini dəyişirəm ki, görsənsin. Bu 2də 1 T'dir, bu isə N vurulsun T'dir. Onda biz bərabərləşmə eləsək, biz burada N'in yerinə N bərabərdir 2də 1 yaza bilirik. Bəli, çünki biz onları nisbət kimi yazsaq, təyin edə bilirik ki, dövrlərin sayı 2də 1-ə bərabərdir. Onda biz NA nöqtəsi üçün təyin elədik ki, 2də 1-ə bərabərdir. Niyə? Düz mütənasiblikdən asılı olaraq bunu xatırladıq. Yaxşı, NA-sını təyin elədik ki, 2də 1-ə bərabərdir. Bəs radiusla əlaqəsini qursaq, düsturumuz necə idi bizim? N-in düsturu var idi, xatırlayırsınızsa. Məsəl üçün, V bərabərdir 2 pi Rn bölünsün T. R və N bir-biri ilə necə mütənasibdir? Tərs mütənasib asılıdır. Onda mən nisbət yazıram. R-A-nın R-B-yə nisbəti bərabərdir. N-B-nin, çünki tərs mütənasibdir, N-A-ya nisbəti. R-A-mız neçədir? R-A-mız, biz nəyi təyin edirik burada? Təyin edirik ki, biz bilək hansı nöqtədə? A nöqtəsində, A-nın çevrəsində, yəni biz təyin elədik ki, bu nöqtədə onun S yer dəyişməsi 2 yerdir. Onda təyin eləməliyik ki, biz buradakı yer dəyişməni tapmalıyıq. Buradakı yer dəyişməni, yoxsa buradakı yer dəyişməni təyin eləməliyik. Onu müəyyən etmək üçün biz nöqtəni tapmalıyıq. Birinci ki, hansı hissəyə düşür yer dəyişmə. Onu da təyin eləmək üçün biz radiusla N asılılığı, yəni dövrlərin sayı arasında münasibət quracağıq. Nisbətin tərs mütənasib asılı olduğunu
nəzərə alırıq və yazıram RA-mız 2, RB-miz 4 bərabərdir. NB-miz axtarırıq. NA-mız 2-də 1. Bununla da bu yoxçara gedir. 2-də 1 qalır. 2-də 1-i də 2-də 1-ə vuranda NB bərabər olur 4-də 1-ə. Yəni 4-də 1 hansına düşür? 4-də 1 bu hissəyə düşür. Baxın bura. Yəni bizim axtarmalı olduğumuz yer dəyişmə buradır. Biz də bilirik ki, SB üçün əgər 4-də 1-dirsə, 4-də 1-də S yer dəyişməmiz yazıram. T 4-də 1 periyodda olarsa SB-miz kök altında 2 R-ə bərabər olur. Onda təyin edirəm ki, buranın S yer dəyişməsini tapmaq üçün R radiusu bərabərdir 4-ə. Ona görə də SB-si bərabər olacaq 4 kök altında 2-yə. Yəni cavab olacaq D variantı. Qələmimi dəyişirəm, keçirəm 25-ə. 25-də deyilir bir cins disk üzərində disk sürüşmədən üfüqi səthdə deyirilənir. A, O, B nöqtələrinin yerə nəzərən ani sürətləri üçün hansı ifadələr doğrudur? Baxırsınız ki, əgər yerdə, yəni üfüqi səth üzərində A nöqtəsini təyin eləmək istəsək, onun sürəti nəyə bərabərdir? 0-a bərabərdir və A bərabərdir 0. Baxırıq, C deyil, B deyil. İndi B və O nöqtələrini təyin eləməliyik. Təbii ki, radiusuna görə təyin eləsək, düz mütənasiblikdən irəli gələrik. Buranın radiusu R-dirsə, buranın da bir dənə R olanda B nöqtəsi üçün təyin eləyirik ki, onun sürəti V, B-si bərabər olacaq 2 V O-ya. Yəni, O nöqtəsinin 2 mislinə bərabər olmuş olur. Ona görə də cavabımız olacaq D variantı. 26. Tərpənməz O1 və O2 oxu ətrafında fırlanan kürə üzərindəki nöqtələrdən hansının xətti sürəti ən böyükdür? Xətti sürətini təyin eləmək üçün V-nin düsturunu xatırlayırıq. V bərabərdir omega R. Sual verəcəksiniz. Niyə görə omega R düsturundan istifadə edirik? Təbii ki, əgər biz kürədən söhbət ediriksə, onun sabit bir kəmiyyətini xatırlamalıyıq və biz də demişdik ki, onlarda omegalar sabitdir. Omeganın sabit olduğunu nəzər alanda V, yəni sürət radiusuna düz mütənasib asılıdır. Ona görə də hansının radiusu daha böyükdürsə, onu, baxın, 1-in, 3-ün, 2-nin və yaxud da ki, 1-in, 4-ün, bu da 5-in. 5-inki də buradadır. Təbii ki, radiuslarına fikir versəniz, hansının radiusu böyükdürsə, onun xətti sürəti də ən böyükdür, yəni 3 nöqtəsinin. Sonra 27. Qayışlı ötürmə ilə fırladılan iki disk üzərində 1, 2, 3 nöqtələrinin xətti və bucaq sürətləri arasında hansı münasibət doğrudur? Gəlin təyin eləyək. Baxırıq, əgər 2 və 3 üçün təyin eləməli olsaq, mütləq şəkildə yazacağım ki, omega 2 bərabərdir omega 3-ə. Omegaları bərabərdirsə, mən baxıram ki, onda mən sürətlərin V bərabərdir omega R-indən irəli gələrək radiusuna görə təyin eləyə bilərəm. Düzdür? Radiusunu necə təyin edəcəm? Hansı radiusu böyükdürsə, onun sürəti böyükdür. Yəni, V2 böyükdür V3-dən. Və biz də bilirik ki, əgər bir-birinə qarşılı ötürmə ilə bağlanıblarsa, 1 ilə də 2 bir-birinə bərabərdir. Onda V1 bərabərdir V2-yə, böyükdür V3-dən. Baxıram cavablarda 1. İndi omega ilə arasında əlaqəni təyin etsəm, omega ilə arasında təyin edim ki, omega 2 bərabərdir omega 3-ə. Bəs düsturdan hansı düsturdan təyin eləyəcəm ki, onlar arasında münasibət doğrudur? İndi omega üçün yazıram. V-si qayışlı ötürmədə V konstantdır, yəni eynidir. Onda burada əgər V-ləri bir-birinə bərabərdirsə, bu o deməkdir ki, V bərabərdir omega R düsturu ilə omega R-dən tərs mütənasib asılıdır. Bu o deməkdir ki, omegası böyük olanın radiusu kiçik olmalıdır. Ona görə də mən təyin elədim ki, omega 2 bərabərdir omega 3-ə və 1-in radiusu kiçik olduğu üçün 2-dən, ona görə də omega 1 böyükdür. Yəni cavab olur 1, 4. 28.
O bir ox ətrafında fırlanan kürədə A və B nöqtələrinə uyğun olan hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Biz nə demişdik? Onlar da eyni olan N, T, omega və dövrlərin sayı. 1, 2, 3 cavab olur. 1, 2, 3. Keçdik. Hansı kəmiyyətlər fərqlidir deyir bu dəfə. Biz nə demişdik? Burada da yazaq konstant. Burada da N, T, omega N konstantdır. Onda təyin edirik ki, bunu çıxdıq, bunu çıxdıq, bunu çıxdıq. Deməli 4, 5. Cavab olur 4, 5. Sonra 30. İndi də fərqli həm qayış verilib, həm də disk verilib. Biz təyin eləməliyik ki, həm periodları, həm də sürətlər arasında münasibət necədir? Doğrudur. Hansı doğrudur? Baxıram. 2 ilə 3-ün periodu bir-birinə bərabərdir. Avtomatik. Mən yazıram. T2 bərabərdir. T3-ə. Perioddan bilirəm. Bəs onun radiusları arasında münasibət necədir? Biz demişdik ki, T radiusla necə mütənasib idi? Düz mütənasib asılı idi. Onda düz mütənasib asılsa hansının radiusu? Burası R'dir, burası 3R'dir. Hansının radiusu böyükdürsə, onun periodu da böyükdür. Demək ki, hansının periodu 2-ninki daha böyükdür. Daha doğrusu qıraqda ilə 3'dür, 3'ünki daha böyükdür. Heç bir fərqi yoxdur. Onda yazacağım T1. Yəni T1 kiçikdir, T2 bərabərdir, T3. Bunlar getdi. İndi sürətləri müqayisə eləyək. Bunları silirəm. Sürətləri müqayisə edirəm. Sürətlərə görə bilirəm ki, V3 bərabərdir V1-ə. İndi təyin eləməliyəm ki, 2 ilə arasında hansı münasibət var? Radiusdan yenə istifadə eləyəcəm. 2 ilə 3 arasında hansı münasibətə görə təyin eləyəcəm? Əgər V bərabərdir omega R düsturundan istifadə eləyirəmsə, hansının radiusu böyükdür? Əgər V omeganın sabit qiymətidirsə, R böyük olan 3 nöqtəsidir. Baxın, 3R'dir, 2-də isə 2R'dir. Demək ki, onda 3 daha böyükdür. Mən də yazıram ki, 3 daha böyükdür və yazıram V2. İndi gəlin cavablardan da tapaq. V1 bərabərdir V3-ə, o da kiçikdir. Daha doğrusu V3-ə, o da böyükdür V2-dən. Yəni 5 cavab olur. 2, 5. Keçdik 31-ə. 31-də də eyni şəkildə və bizdən burada təcil və uzunluq, yəni yollar və təcilləri soruşur. Gəlin müqayisə eləyək. Deyir ki, biri R, 2R, 3R məsafələrdir. Deyir o nöqtələrdə L və A-nı müqayisə eləyin. Təbii ki, L-i müqayisə eləmək üçün biz yazacağıq. L bərabərdir 2 pi R. Baxırıq asıllığına. Necədirlər bir-birindən? Necə asılıdırlar? Düz mütənasib asılır, düzdür. Əgər bir-birindən əlaqəsini tutsaq, baxın, L3-ü təyin eləmək istəyirəm, məsəl üçün. L3, L1-in neçə mislidir? 3 mislidir. Çünki biri 3R'dir, biri R'dir. Nisbətini yazıram. Məsəl üçün, L3-ü 2 ilə əlaqələndirmək istəsəm. Biri 3R'dir, biri 2R'dir. 3 bölü 2 neçə eləyir? 1,5 L2 eləyir. Sonra L2 ilə təyin eləmək istəsəm, L2 də bərabər olacaq 2R bölünsün R, yəni 2L 1-ə. Baxıram cavablarda 2 doğrudur. Dördüncü bizdə təcildir. Gəlin burada ilə təcili tapıb cavablarını da təyin eləyək. Təcilin düsturunu necə təyin eləyəcəm? A bərabərdir. Burada diskdə nə sabit idi biz demişdik? Omega sabitdir. Onda biz omega kvadratı R düsturumuzdan istifadə etməliyik. Gəlin baxaq. A R-lə necə mütənasibdir? Düz mütənasib asıdır. Onda eyni şeyləri biz A üçün də yaza bilərik. Yəni A3-ü təyin eləmək istəsək 3A1-ə bərabərdir. Eyni cür A3-ü təyin eləmək istəsək A2 ilə əlaqəli düz mütənasibliyinə görə 1,5 A2-yə bərabərdir. A2-ni yazmaq istəsək, o da 2A1-ə bərabər olacaq. Gəlin cavablarda baxaq. 1,5 ilə olan cavabımız 6-dır. O birisi nə idi? 3, 2. Burada yazıram 2, 6. Sonra 32.
Uyğunluğu müəyyən edin. Qarşılı ötürmə ilə fırladılan disklərin üzərindəki A və B nöqtələrində nəyə aiddir? Onları təyin edirik. Xətti sürət. Xətti sürətimiz nədir? Bütün nöqtələrdə, yəni A və B nöqtələrində xətti sürətimiz bərabərdir. Ona görə A və B-yə A yazıram. Xətti sürət sabitdir. Mərkəzə qaçmanı nə dedik? Mərkəzə qaçma A bərabərdir. V-nin sabit qiymətidirsə V kvadratı bölünsün R düsturundan istifadə eləyəcəyik. Bu şəkildə. Bunu da biraz buradan silim ki yaza bilim ora bir şey. Aha. V kvadratı bölünsün R düsturundan istifadə eləyəcəyik. Və təyin edirik ki A R ilə necə asılıdır? Tərs mütənasib asılıdır. Əgər sağ tərəfdə, yəni B nöqtəsində radiusu 2 dəfə artıbsa, bu o deməkdir ki, təcil 2 dəfə azalıb. 2 dəfə azalan təcil baxırıq hansına aiddir? İki dəfə burada 2 dəfə A azalıb. Demək ki, bu o deməkdir ki, burada 2 dəfə A böyükdür. Ona görə cavabımızda tapırıq ki, B-dir. 2'ye də aid oldu B. Fırlanma periodu. Hansının, yəni nəticə etibarilə hansının radiusu kiçikdirsə, onun təcili böyük oldu. 2'ni də götürdük. İndi fırlanma periodunu deyir. Fırlanma periodunu da təyin eləmək üçün V-nin düsturunu xatırlayırıq. Çünki sabit olan odur. 2 pi R bölünsün T. V və period arasında hansı münasibət var? Tərs mütənasibdir. Bəs buradan mən R-lə arasında münasibəti tapsam, radiusla necə mütənasibdir? Radiusla düz mütənasib asılıdır. Onda hansının radiusu böyükdürsə, onun həmçinin də periodu böyük olacaq. Hansının ki kiçikdirsə, onun periodu da kiçik olacaq. Baxıram, R olanda A nöqtəsində, yəni R olanda B-dən 2 dəfə kiçikdir. Bəli, B-dən 2 dəfə kiçikdir. Çünki düz mütənasibdir. 33-cü. Uyğunluğu yenə də müəyyən eləməliyik. Xətti sürətdir. Xətti sürət hər ikisində eynidir. Getdim. Fırlanma periodu V bərabərdir 2 pi R bölünsün T. R T ilə necə asıdır? Düz mütənasib asıdır. Onda A nöqtəsində əgər R kiçikdirsə, həmçinin də 4 dəfə bizim periodumuz kiçik olacaq. Ona görə olacaq Y variantı. Sonra fırlanma tezliyi V bərabərdir 2 pi R N. R ilə N bir-biri ilə tərs mütənasib asılıdır. Əgər tərs mütənasib asılıdırsa, bu o deməkdir ki, hansının radiusu kiçikdirsə, onun əslində tezliyi daha böyükdür. Yəni A nöqtəsində 4 dəfə böyük olacaq. Cavab olacaq 3-də D variantı. Bugünlük bu qədər. Bugün sizinlə biz qayışlı ötürmə haqqında bütün testləri yekunlaşdırdıq. Bu şəkildə bizim bütün testlərimizin hamısının izahı olacaq. Əgər sizin üçün də bu testlər yararlıdırsa, dostlarınızla bölüşməyi, həmçinin də videonu bəyənib rəy yazmağı unutmayın. Sağ olun, hələlik.